Problem Allahın özünə gələn insanı seçmə yoludur. Bizim hamımız belə bu səviyyəyə birdən-birə gəlib çata bilmirik də. Müəyyən bir yol keçirik. İnsanın bir şəxsiyyətindən çıxaraq hadisələrdə müxtəlif xəttlər seçə bilərdi. Bugünkü olanın seçdiyin xəttlərdən biridir sadəcə. Nə qədər ki bir şeyi qorumağa çalışırsan, o da öyrənir ki, verirlər. Problem həm də imkandır. Uşaqlar səhər gedirlər məktəbə, hazırlıq saat bu, bir də axşam yatmağa gəlirlər. Yəni burada bu inkişafdan söhbət gedə bilərmi? Məhəmməd peyğəmbərin yaxşı bir sözü var, deyir ki, valideynin övladına verə biləcəyi ən böyük sərvət mədəniyyətdir. Menecer gəldi, müəyyən bir şeyi keçdi. Yəni kifayət edirmi artıq o işləsin, o menecer işini görə bilsin? Keçid üçün o insanların qapısı açılmayıb, ona o açar vermək lazımdır. Adıgözəlov Zahid Vahidoğlu 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri 11 sayılı məktəbi bitirib Bakı Biznes Universitetində ali təhsilini davam etdirmişdir. 2007-2019-cu illərdə bank sahəsi hüquq departamentində idarə etmə vəzifəsində çalışmışdır. Sağlam Düşüncə Gənclər Təşkilatı və Vətəndaş Cəmiyyətinin inkişafına dəstək ictimai birliklərinin rəhbəri və həmtəsisçisidir. 2007-2019-cu illərdə bank sahəsi hüquq departamentində idarə etmə vəzifəsində çalışmışdır. Sağlam Düşüncə Gənclər Təşkilatı və Vətəndaş Cəmiyyətinin inkişafına dəstək ictimai birliklərinin rəhbəri və həmtəsisçisidir. 2019-dan BSC Business Service Center şirkətinin inkişaf rəhbəri olmuşdur. 2020-ci ildən etibarən Adıgözəl və TİAK layihələrinin rəhbəridir. Eyni zamanda biznes mentor olaraq şirkətlərə xidmət göstərir. Ailəlidir, 2 övladı var. Dəyərli izləyicilər, hər birinizi salamlayırıq. Bizneskarın demək olar ki, artıq daimi qonaqlarından biri Zahid Adıgözəlov yenə qonağımızdır. Zahid, xoş gəlmisən. Çox sağ olun, xoş gördük. Zahid, belə deyim, bax, biz artıq 3-cü verilişdir, belə çəkirik. Artıq bir seriya çevrilibdir. Belə, seriyadır bu. Serialları qoşulmuş. Serialdır. Deməli, artıq ikinci çəkilişdə şəxsən mən özümdə bir dəyişiklik baş verməyə hiss elədim, yəni. Hətta mən sizə belə deyim, sonradan mən sənin kurslarına da qoşuldum, hətta təlimlərə də qoşuldum. Həqiqətən bu qeyri-adi bir, yəni təəssürat yaratdı. Nəinki təəssürat, yəni həm bizim işimizdə effektivliyi artırdı. Maşallah. Komanda ruhu və digər məsələlər, həm də ki, idarə etmə sahəsində mən bilmədiyim məsələləri öyrəndim. Hansı ki, fikirləşirdim ki, mən hər şeyi bilirəm, yəni bu hamımız beləyik, biz sahibkar kimi yəni belə fikirləşirik. Amma təbii ki, bunların mənə verdiyi bəhrələr, mən bilən hər bir insan bilməlidir bunu. Ən azından bir özünə sahibkar deyə bilən insan, yəni bunları öyrənməlidir. Zahid, bax, amma bir dənə sənə belə bir şey deyim də, bax, bizim hamımız belə bu səviyyəyə birdən-birə gəlib çata bilmirik də, müəyyən bir yol keçirik. Yol keçirik ki, gəlib puxtələşib bir səviyyə çata bilək. Bir kəs olaq, bir şəxsiyyət olaq da, belə deyim də. Sənin yolun necə olubdur, necə gəlmisən belə? Çox maraqlı sualdır əslində. Həqiqətən idarə etmə öz-özlüyündə bir, belə deyək də, bizim elə baxışımızda biraz fərqli baxışdır idarə etmək. Onun üçün adama fərqli gəlir və məhz o fərqi tapandan sonra idarə edici olursan, belə deyək də. Mənim yolum da elə hamı kimi aşağıdan başlayıb, yəni belə bir şey yoxdur ki, biz bir fərqli yol gəlmişik, yox. Keçən dəfə bir verilişə baxıram, deyir ki, insanın bir şəxsiyyətindən çıxaraq hadisələrdə müxtəlif xəttlər seçə bilərdi. Bugünkü olanın seçdiyin xəttlərdən biridir sadəcə, belə deyək də. Mahiyyət etibarilə mənim də yolumda gedənlərin, yəni başlanğıcında olanların çoxu da o cür yollardan keçib gəlmişdik də. Yəni mən də həmin onlardan biri. Hətta mən 82-ci ilə instituta getdim, əsgəri getdim, gəldim 2002-2003, yəni institutu qurtardıq. İş həyatına başlamaq istədik. Düzdür,
Amma neçə yaş eləyirdi onda belə mənim ortalama? 82 2021-də zətdə 21 belə yaş, səndədir. O belə deyək, rəsmi işə başladığım dövrdür əslində. Amma bir şey deyim, çox maraqlı nüanslardan biridir və bu mənim tövsiyəmdir əslində çox gənclərə. Nə qədər erkən işləyə bilirlərsə, o qədər erkən də işləməyə başlasınlar. Mən də Nə qədər erkən yəni? məsəl üçün 93-cü ildən bizim o vaxtı bu Sovetin dağılan vaxtları idi, müharibə vaxtları idi. Biraz hər ailədə olduğu kimi bizim də ailədə biraz çətinlik dövrləri idi. Atam bizim bir evin altında bir yarım zirzəmi formatında bir yer var. Oranı almışdı. Onun qapısına o vaxt lafka deyirdilər. Bilməm kimin yadında olar olmaz belə kasıb cəmaət idi o vaxt alverlə evini dolandırardılar. Hələ bir stol belə qoyardı, bir lafka oxşardı, üstü şüşəli, içində nəsə satmaq üçün. Satır eləyirlər. Onu mən işlətmişəm. Bu 93-cü ildə neçə yaşım vardı? 11-12 yaşımda bu beləsinə də. Hətta o vaxtdan yəni. Ya atamın o mənada mənə verdiyi təcrübə və təlim deyərəm ki, elə kökdə oradan başlayıb. Bizlərin çoxu valideynlərin istədiyib istəməməyindən, xeyir şey eləmək istəyindən fərqli formada bir tərbiyə verir. Amma çox vaxtı biz qorumağa çalışırıq uşağı. Qorumalı deyilik ki. Bax, mən niyə görə ana tərbiyəsini, ata tərbiyəsini ayırıram? Niyə? Çünki ana daha çox qoruyucudur. Ata daha çox problemə salıb onu yetişdirə bilmir. Elədir. Mahiyyətcə mənim atam da o mənada mənə bir növ belə təlimə salıb. Və o yaşlarda baxmayaraq ki, belə Lorda dediysən, mamının üstünə çıx olmuşdum, amma o papanın o yaratdığı o şərait, o püxtələşməyə, bir bazar düşüncəsinin yaranmağa, bir pul nədir, həyat nədir, bir onu düşünməyə bir şərait yaratmışdı. Çünki bilirsən, bizim uşaqların əksəriyyətindəki problemlərdən biri nədir? Mən indi az müddətdə evdə idarə etmədəyim. Görürsən, cavan uşaq gəlir, institut qutarıb ora-bura, gəlir, kollektivə otura bilmir. Uyğun gələ bilmir kollektivlə. Zət o həqiqətən elə bir problem, yəni həqiqətən var. Bütün şirkətlərdə yəni biz özümüz də qarşılaşırıq. Artıq neçə ildir biznesdəyik. Nə qədər işçilər olub hansı ki, bizə gəlib gedib, yəni belə deyək də işləyiblər. Nəinki kollektivə oturmaq məsələsi, yəni mən demirəm ki, təzə gələn işçi tam hazır vəziyyətdə olmalıdır, amma ən azından minimal belə deyək də tələbləri ödəməlidir də. Sən razısansa məndən? Mən tam razıyam sizdən. Hətta bilirsiniz, uşaq dövründə, indi gənclik dövrü götürək də bir institut zat dövründə. Orada uşaqda yaranan bir düşüncə olur. Biz ki, ailədən çıxırıq, ata-ana qoruyub müəyyən qədər bir bizim öhdəliklərimizin əksər hissəsi onların üzərindəyik də. Tərbiyə şey yemək olsun, içmək olsun, geyinmək olsun. Və uşaq o mühitdən gəlir. O müstəqillik görməyib, yəni müstəqil deyəndə söhbət onda deyil, bıraq getsin başını yeyir. Amma o müstəqillik o mənada ki, bir öz əziyyət çəkib bir şey əldə etməyib deyənə. Mahiyyət etibarilə gəlir iş mühitinə düşür, orada da gözləyir ki, kimsə buna nəsə eləməlidir. Yəni məsələnin əslində nədir mahiyyəti? Bilirsiniz, o nə qədər ki bir şeyi qorumağa çalışırsan, o da öyrənir ki, verirlər. Rahatlığı öyrənir. Bəli, və o uşaq birdən gəlir o mühitə çıxır ki, verməli deyirlər. Orada azır. Yəni çünki indiyənəcən gördüyü həyatın bir tərzi olub axı. Sən demək istəyirsən ki, bunu yəni tədricən öyrətmək lazımdır. Bəli, hətta uşaqlıqdan. Yəni mümkün qədər tez. Mən demirəm, məsələn, bir 10 yaşına qədər uşaqlarla bağlı danışmıram. 12, 13, 14 başlamaq lazımdır. Belə bir şey deyim. Bax, məsəl üçün biz arada bir kinolarda görürük də bunu da. Yəni mən həqiqətən görmüşəm belə şeyləri ki, uşaqları məsəl üçün Amerikanasının kinolarında uşaqları göndərirlər, onlar gedir məsəl üçün müəyyən bir sok satırlar, yəni nəsə satırlar ya. Amerikada olanda mən gördüm onları. Bizdə o vaxt indi yenə deyirəm, Sovet dağılan dövrü bilməm, indi cavanların biraz yadında olmasa da dövr, o kasıbçılıq dövrü idi. Uşaqlar heç də, yəni demək ki, bütün uşaqlar da rahat həyat yaşayırdılar, o da deyildi. Yəni bizdə əziyyət çəkdiyimiz şeylər çox olub. Əslində o əziyyət bizi imkan verib, zərər verməyib. Başa düşürsünüz. Amma məsəl üçün Amerikada 2007-ci ildə biz getmişdik. ABŞ səfirliyinin layihəsi idi. Bu Community Connection adında bir proqramlar vardı onların. IREX keçirilirdi deyəsən. Orada Girl Scout, Boy Scout proyektlərlə tanış olduq. Maraqlı nə idi? Onlar uşaqlara, hətta bir neçə QT-lər də vardı onlarda elənsənə ki, uşağa uşaqlıqdan pul nədir, cəmiyyət nədir, necə təmasda olmalısan,
öz əməyinin nəticəsini necə görürsən, vəbşə nədir əmək çəkmək, onları öyrədilir. Gözəl bir şeydir. Bizdə problemdir ki, biz o hissədə bu gün baxın da uşaqları biz davamlı olaraq müəllim yanı və s. yerləri qoyuruq da. Amma baxsaz qoyulan müəllim yanlarına nə bilim az dil ədəbiyyat, rus dili və s. Yəni hansısa bir ixtisas istiqamətindən qoyulur. Nəinki o cəmiyyəti tanımaq, həyatı başa düşmək, yəni artıq bu uşaqlıqdan bu sabah gələcək müstəqil bir şəxs olmalıdır. Bu müstəqilliyinə nə cür hazırladıq bunu? Hansı məsələyə saldıq ki, o müstəqil onu həll elədi və özünün gücünü tapa bildi. Və siz o baxımdan o problemlərdən çox çıxanlar daha tez inkişaf edir. Məsəl üçün, əgər diqqət eləsəz, əslində cəmiyyətin özündə də daha çox problemlərlə böyüyənlər daha çox uğur əldə edirlər. Sahibkarların öz aralarında misal üçün də baxsaz da, onlar da misal üçün əksəriyyətindən danışırsan, rayon uşağı gəlib istəyib cəmiyyətdə bir yer tutsun, o əziyyətlərə qatlanıb, nə bilim orada əziyyət çəkib, burada əziyyət çəkib, amma gəlib bir şeyə nail olub. Yəni o problem həm də imkandır. Bax onun problem həm də imkan. Bilirsiniz, Kitay dilində problem sözünün heroqlifi var. Onun tərcümədə iki sözə çıxır. Problem və imkan. Bax, o imkanı görə bilənlər inkişaf edir. Mən demirəm bütün problemlərdə olanlar inkişaf edəcək, amma problemlə imkanı görənlər inkişaf edəcək. Problemdə imkanı görənlər. Bu yəni krizisdə belə deyək də, şirkətlərə də əslində aiddir. Krizisdə məsələn imkanlar görüb çıxmaq. Bilirsiniz, əslində heç ailəyə də aiddir. Siz fikir verin, təzə ailə qurur bir gənclər. Nə bilim, nikah şəhadətnaməsinin bağlanması hələ ailənin qurulması demək deyil. Heç toy da o demək deyil. O ailə nə vaxt ki bir problemə düşəcək, hansı ki bircə oradan çıxacaq, bax onda ailə formalaşacaq. Vəhdət onda təşkil. Bəli, yəni o bir-birini dapanit eləməkdə, doldurmaq, bir-birini tamamlamaq bir məqam olmalıdır. O bir-birinin gücünü prosesdə tamamlamalıdırlar ki, nəticədə vəhdətə dönə bilsinlər. Bu problemdə olan uşaq da o problemdən keçəndə özünün gücünü tapa bilir. Yəni biz məhz problemlər yetişməyimizə kömək edir. Mən deyirəm ki, problem Allahın özünə gələn insanı seçmə yoludur. O necə? Bir dəqiqə. Yəni problem Allahın necə? Bir dediyi şey özünə gələn insanı seçmə yoludur. Yəni Allah problemdən seçir ki, hansı bəndəsi daha ona layiqdir. Çox maraqlıdır. Bax, həyatda problem qurtarırmı? Yox. Yox. Yaxşı. Problem həyatda qurtarmırsa, əgər qurtarmayan bir şeyin dərdini niyə çəkməliyik? Qurtarmır da onsuz da. Biri gedəcək, o birisi gələcək. Demək, onun olmasının bir başqa səbəbi var. Bilirsiniz, biz biraz mətləbdən yayınmayaq, amma mahiyyətcə bir cəmiyyətin qurulma bir formatı var, bir daxili bir qaydaları var, bir mexanizm var, hansı ki bizə labüd görsənir. Problemdən həmişə qaçmaq istəyirik, istəmirik problemə düşək. Sabahdan qorxuruq, təhlükəsizlikdən. Sabah necə olacaq? Riskini daşıyırıq. Müasir dövrdə elə bir şirkət təsəvvür etmək mümkün deyil ki, orada kompüter, printer, server, korporativ elektron poçt, IT avadanlıq və ya istənilən proqram təminatı olmasın. Əgər bu xidmətlər sizin üçün maraqlıdırsa, burada göstərilən nömrə ilə əlaqə saxlayın, bizneskardan zəng elədiyinizi söyləyin və birinci ayınıza tam olaraq 50% xidmət endirimi əldə edin. Zahid, bir şey deyim də. Məsəl üçün mən yadımdadır, mən elə özüm də, yəni belə uşaq vaxtı olanda, yəni bizdə də prinsip elə vəziyyət elə bir şey deyildi ki, biz də dəhşət bir imkanlı ailədən olmuşuq, yəni belə şey olmuyor. Bizdə də olurdu momentlər ki, məsələn, yəni bir çıxırdıq, çöldə nəsə bir şey axtarırdıq, eləyirdik, nəsə bir uşaqlar axtarışda olurdu da daim. İndi sadəcə olaraq mən indi uşaqlara baxıram. Uşaqlar səhər gedirlər məktəbə. Axşama kimi hazırlıq saat bu. Bir də axşam yatmağa gəlirlər. Yəni burada bu inkişafdan söhbət gedə bilərmi? Ya bunda biz nə böyüdürük? Uşağı necə böyüdürük yəni? Yəni? İndi uşaqların əslində vaxtının qalmaması yaxşıdır, pis şey deyil. Amma mənim məsəl üçün narahat eləyən nüans daha doğrusu o deyil ki, hazırlığa gedir, getmir, müəllim yanına gedir, getmir. Uşağını ümumiyyətlə boş buraxacaqsan, o şey çıxmasın, bir işə cavab verməsən 50 iş görə biləcəkdir. Yox, aydın məsələdir. Amma yəni burada
tərbiyənin kökündə çox vaxt biz düşünürük ki, hansısa bir elm öyrətməklə tərbiyə vermiş oluruq. Bu deyil. Biz uşağın öhdəliyi üstümüzdə onu həyata hazırlamaqdır. O sabah cəmiyyətin bir üzvü olacaq. Bu gün biz valideynlik, biz bir həyatda bir yer tutmuş adam. Amma buna necə gəlmişik? Hansı məsələləri başa düşdük, qalxdıq? Bunu biz öyrətməliyik bu uşağa. Sabah bu gələcək yeni prosesə düşəcək. Başa düşürmü ümumiyyətlə pul nədir? Başa düşürmü ümumiyyətlə cəmiyyətdə münasibət saxlamaq nədir? Siz bilirsiniz, bu dəqiqə cəmiyyətin böyük problemi sadəcə insanlar arasındakı kommunikasiyadır. Bir uşaq uşaqlıqdan telefonda çöküb, nə bilim bir getdiyi ancaq müəllim yanında olub, o da ancaq müəllimlə təmasda, bir uşaqla da bir təmasa girə bilmir, bir kollektiv bir şey görməyib. İndi gəlir, düşür bir mühitə, kommunikasiya qurmalıdır. Yəni sosiallaşa bilmir. Bəli, sosiallaşa bilmir. Bəs bayaq dediyim məsələlərdən biri o idi. Məndən nə qədər elə işçi olub ki, təzədə internship kimi götürürdü, yəni təcrübəsi kimi də. Gəlib baxırsan ki, uşaq hələ hazır deyil cəmiyyətə. O hələ mama ilə pap axtarır. O axtarır ki, kimsə düşməlidir bunun dalınca. Amma baxırsan ki, bir uşaq ki, uşaqlığından valideynin işdə bir yanında olub, hansısa bir mühit olaraq bir iş görüb, hətta sadə işlərdə bir hardasa bir yük daşıyıb, hardasa bir nə bilim mən lefqaçılıqdan tutmuş da nə bir pismasını işğal eləmədi. İstənilən bir işdə, belə başa düşdüm. Yəni o prosesdən çıxan uşaq mühitdə də başqa cürdür. Gəlir görsən, kommunikasiya qura bilir, girir, adi salamlaşmaq var. Bizdə nə qədər problem var. Bir dənə ondayıq. Adam girir cəmiyyətə, girmisən də mühitə bir salam ver, ədəb yoxdur. Prinsipə sosiallaşma yoxdursa o necə olacaq? Yəni görmür axı uşaq. Gördüyü faktiki olaraq bir şey olur. Bilirsiniz, biz faktiki olaraq həyatımızın bir hissəsini əgər uşaqlıqda, məktəbdə, institutda keçiririksə, qalan hissəsini işdə keçirdirik də, bir mahiyyətcədə. Elə də. Demək, qocalığı inşallah ki. Amma mahiyyət etibarilə mən deyirəm ki, baba bu uşağın ki bir 18 yaşına qədər belə deyək də, bir qanunla bunun uşaqlıq dövrü var da. Amma bu uşaqlıqda hazırlanmalıdır bu iş mühitinə. Bu başa düşməlidir, bu cəmiyyətdə kimdir bu? O çox maraqlı nədir? Allah bizim gözümüzün qabağında hər şeyi yaradıb. Pişiyə baxırsan, bu pişikdir. Yəni pişik anadan olanda bilirdi, pişikdir. Bilir necə yoldamaq lazımdır, bilir nəyi yeyəcək, bilir necə fırlanacaq, necə tutacaq və s. və s. İnstinktləri var da. O instinktləri var, maması nəsə öyrədib. Yəni nə bilim, sıçana baxırsan bilirsən bu sıçandır, bu anadan olanda sıçan olub, o bilirdi ki sıçandır. Konkret bir işi vardı. Sağ oldu, yəni uşaqlıqdan bilirdi ki bu kimdir. İnsan problemi nədir? Biz bilmirik kimik. Hətta ola bilir ki, bütün həyat boyu axtarırıq ki kimik. Zət bizdə konkret bir şey yoxdur axı. Biz biraz çox funksionallı bir məsələ ondadır ki, əgər cəmiyyətə baxsaz, biz iş mühitindən əgər danışırıqsa, biz nə isə doldurmuşuq da, hansısa yerdə, hansısa bir boşluğu doldurmuşuq deyənə biz bu cəmiyyətə uğurlu şəxs sayırıq. Misal üçün sizin halda tutaq ki, bu çəkilişlərin özü bir insanların ehtiyacı var idi buna, bu ehtiyacı doldurdu. Onun üçün də reytingi qazandı. Və digərlərinə fərqi yoxdur. Mahiyyət etibarıyla həmin o doldurulmuş yer, həmin o funksiyadır da, hansı ki verirsən və alırsan. Amma mahiyyət etibarıyla indi baxın gəlin insana. İnsan uşaq nəzərdə tutur. Bilmir, haranı doldursun. Və Zahid bəy, o bəs belə deyim də, bəs o ehtiyacları necə görməlidir ki o? Əslində mən elə aydınlaşdırmaq istədiyim odur ki, onu uşaq yox, həmin valideynin öhdəliyidir ki, onu həmin o cəmiyyətə hazırlıq prosesini həyata keçirsin. Bilirsiniz, Məhəmməd Peyğəmbərin yaxşı bir sözü var, deyir ki, valideynin övladına verə biləcəyi ən böyük sərvət mədəniyyətdir. Mədəniyyət. Bəli. Bilirsiniz, biz çox vaxtı çalışırıq ki, maşın alaq, ev alaq, nə bilim də maddi təminatlar təşkil edilsin. Amma bir yaxşı atalar sözü var, deyir, kasıb ağıllı oğul nə edir? Ata malını, deyir, ağılsız oğul nə edir? Ata malını. Yəni ağlı olsa zaten öz-özünə ondan da yaxşısını qazanacaq. Ağlı olmasa zaten olan da dağıdacaq. Yəni mahiyyət etibarıyla bizim işimiz cəmiyyətdə özünü apara bilən, cəmiyyətdə o kimsə ola bilən, rolunu tuta bilən bir övladın yetişməyinə kömək eləməkdir. Ona həyatda yerini tutmağa kömək eləməkdir. Biz bilirsiniz o
bəzən çox endişələnirik övladın gələcəyi barəsində. Övladı göndərən Allahdır, olsun da verən odur. Sən onun həyatda yerini tutmağına kömək elə, o qalanını özü həll eləyəcək. Zət o yerini tutmağına deyirsən, nə kömək elə? Yerini tutmağına köməyi, okey, mən məsələn razıyam ki, müəyyən bir işə qatmaqla eləmək olur nəsə bir şey, amma başqa nə etməlidirlər? Bir məsəl üçün sənin fikrincə də, yəni necə olmalıdır bu ideal şey? Bizim üçün, yəni bizim təlimdə keçənlər üçün o daha rahatlaşır. Niyə rahatlaşır? Çünki biz ki insanı öyrədirik ona. Çünki idarə etmə insanla iş deməkdir. Artıq övladının belə formatını görür adam. Başa düşür ki, nə də güclüdür, nə də zəifdir. Yönətməsi artıq rahatlaşır. Yəni Allah sizinkilər saxlasın. Bizim bir qızım, bir oğlum var da. Allah saxlasın. Qızıma baxıram ki, məsəl üçün o ünsürü aşağıdır, amma çox politik yanaşmaları var, məsəl üçün. Dünən sırağa gün suyu artıqdan. Hə, suyu, o torpaq, havası qəşəngdir. Kitab sərgisi vardı bir yaxınlarda, bilmirəm getdiniz, getmədiniz. Getmişik, deyirəm ki, mənə biznes kitablar verin uşaqlar üçün. Gördüm Del Carnegie'nin kitabı var. Как найти друзей и влиять на них. Onun uşaq üçün versiyası qəşəng vermişəm. Uşaq özü götürdü. Özü oxuyur, ata oxudum, ləzzət verir. Yəni öz nutrosuna uyğun tərəfdir. Jurnal onsuz da xoşuna gələcək. Və artıq özünün puxtələşməsinə kömək eləyəcək. Bizim işimiz ona belə deyək də istiqamət verməkdir. O qanunu özü formalaşacaq zaten. Bilirsiniz, insanlar biz təlim keçəndə bu psixotipajları və insan formatını öyrədəndə çox maraqlı bir halla rastlaşırıq. Hamını tanıyırlar özlərindən başqa. Əslində problem odur ya zaten. İnsan özünü görə bilmir və valideyn olmaqda sənin o görünüşün olmalıdır ki, onu yönəldə biləsən, istiqamət verə biləsən. Onun nədən, nəyi, nə cür eləməsini başa düşəsən ki, onu özünə də başa sala biləsən ki, o beyni yox, ruhu idarə eləməyə başlasın. Zat bir dənə haşiyə çıxmaq istəyirəm. Bizdə suallar, şərhlər və əslində bizim əvvəlki verilişlərimizlə bağlı çox gəlir. Və orada bildirirlər ki, bu torpaqdır, havadır, bunlar nə bürcüdür, nə belədir. Nə bürcüdür? İzləyicilərə bildirmək istəyirəm ki, bu Zahid bəyinin belə deyək də müəllifliyi əsasında yaradılmış bir şeydir. Bir sistemdir, idarə etmə sistemidir, hansı ki insanların psixotipajını göstərir və o sadəcə olaraq psixotipajlar da insan tipləridir. Yəni bu 4 tipə ayrılır və bunun da 3 fərqli sxema üzrə formalaşması var. Əslində mahiyyət etibarı bizim 2 yarım kürəmiz var beynimizin. Hər yarım kürə biz deyirik, məsəl üçün belə məktəb dərsliyindən əgər yadınızdasə, məntiqi beyin, emosional beyin. Var elə bir şey var. Bax o məntiqi beyin deyilən, mən ona rasional, emosional deyirəm. Məntiqi beyin deyilən 2 hissədən ibarətdir. Od və torpaq. Bu emosional beyin dediyimiz isə o da 2 hissədən ibarətdir. O hava və su. Bu mexanizmlər psixotipajlar modelində çox var. Cürbəcür adlandırılıb. Bizim götürdüyümüz model biz araşdırandan sonra İbn Sina'dan götürdük bunu. Bu torpaq, od, hava, su bu bücdür. Bücdür. Buradan bildirə izləyicilər formasıdır. Amma demək ki, bir beynin forması insanı formalaşdırır, yox. Ondan başqa kainatın bir energetik xətti var. Biz ona batil, zahil və aql energetik xətt deyirik. Onlar da müxtəlif dərəcədə insana təsir edə bilir və onun da onlara təsirindən formalar dəyişə bilir. Yəni eyni tipaj fərqli görsənə bilir. Bu mexanizmi belə biraz yekəlik çıxmamış, deyək ki, bizim son tapdığımızdır. Misal üçün o ruh, bədən və əql məsələsi var. O ilə bağlı ancaq psixo elmdə ancaq bir elmdə var idi. O da yarımçıq idi yuxarıda. Həmən o 4-lükdə. O 4-lük 3-lük kimi görürdü. Biz bunu tamamladıq, belə deyək. Bu da böyük araşdırmanın bir nəticəsi idi. Yəni insanlarla yoxlaya, baxa, araşdıra. Nəticədə gördük ki, yox, yuxarıda 4-dür, aşağıda isə 3-dür. Belə deyək. Bu özlüyündə bir formanı verir. Onun üzərindən artıq təcrübə, insanın həyata baxışlarından gələn digər məsələlər bir forma yaradır. Zaten mən bir dənə şey deyim, bu sən indi dediklərinin belə sadə danışırsan, amma amma məsələ nədir? Bizə hardasa 2 ay lazım oldu və 2 aydan da biraz artıq hələ lazım oldu ki, onu anlaya bilək. Hələ mən tam olaraq da hələ şey eləməmişik, amma
İndi hal-hazırda onun əsasında bilirəm, ən azından təyin eləmək olur. Kaş ki demək istəmirəm heç vaxt, amma deyirəm, indi deyəsi oldummu? Bunu bir 10 il, 15 il əvvəl bilərdim və bu biznesimi daha da, yəni biznes elə bir səviyyədə olardı ki, yəni kolossal təsir edir. Böyük təsir var. Biz nəyə görə deyirik ki, biz idarə etmə tamam fərqli bir yanaşma eləmişik. Bilirsiniz, idarə etmə deyəndə əksər hallarda hansısa bir nəzəri fikirlərin öyrədilməsi kimi görürlər. Yəni orada müqaviləni belə yaz, tapşırığı belə ver və s. Amma bu heç də əsas kök məsələni həll eləmir. Gətirir insan öyrənir bu bilgini, gəlir, deyir, hər kitabda oxudum ya da nə bilim falan müəllim dedi ki, gedirsən insana belə sual verirsən, onda o inkişaf edir. Gəlir, buna verir, alınmır. Ona verir, alınmır. Ona da verir, alınmır. Buna da verir, alınmır. Bu nə bilgidir? Nə bilgidir? Məsəl üçün bu coaching təlimləri var, orada suallar öyrədirlər də. Sual vermə formalarından biridir. Yəni coach özü sual verir, o özü həll verməli deyil. Bu mahiyyət nədir? Öyrədir ki, necə sual verməlisən? Daha doğrusu hansı sual verməlisən? Gəlir, eyni sual işləmir. Niyə işləmir? Niyə fərqli cavab verirlər? Tipajlar fərqlidir. Bəli, sən birinci deyir o tap bir hansı plastilindən nə çıxardacaqsan da. Birisi o yemək bişirəndə götürüb zəif məhsullar alsan, heç də güclü yemək bişirəsi deyilsən. Sən gəlir keyfiyyətli məhsul alasan ki, keyfiyyətli yeməyin çıxır. Sən yeməyin bütün instruksiyasını bilirsən. Qazanın var, qabın var, peçin var, nə bilim nəyim var. Amma ortalıqda götürdüyün məhsullar o deyil. Yəni nə olacaq sizcə orada? Zaten mən həmişə bax sən dediyinə bir misal çəkim. Mən həmişə fikirləşirdim ki, yəni problem yəni işçidədir. Biz işçiləri axtarmalıyıq, belə eləməliyik, amma sonradan kursdan sonra belə bir qənaətə gəldim ki, problem əslində özümdədir və mən özümü tanımalıyam ki, məndə nə çatışmır və o çatışmayan cəhətləri işçilərdə axtarıb onları cəlb eləməliyəm. Hətta fikir verdinizsə təlimdə də hər kəs müəyyən onun üçün etalon olan bir işçi modelindən danışırdı. Hansı ki, digər üçün heç də etalon deyildi. Ha, elədir. Özünə uyğun model. Amma indi gəl ikinci. Yaxşı modelimi başa düşdüm. Axı vaxtında bunu bilməyəndə o modeldən faktiki olaraq onun bacarmayacağı bir şeylər də istəyirdi bax. Elədir. Mən əslində bütün o elementlər, bütün 4 psixotipajı bir adamda tapmaq istəyirdim təbii ki. Bu da sonra mən təlimdə başa düşdüm ki, yəni bu mümkün deyil də. Yəni Allah Taala elə bir şey insan yaratmayıb, elə hamısı olsun. Hə, hamısında full olsun. Hə. Amma ən azından bu belə eləmək səni tamamlasın və mən bunu başa düşəndə, yəni həqiqətən yəni böyük dəyişikliklər məndə oldu. Şəxsən məndə indi digər iştirakçılarda da həmin müxtəlif dəyişikliklər olur. Hərəsində bir cürə dəyişiklik gedir də. Amma ən azından mən bunu bu reklam kimi deyil, mən bunu məsləhət görərəm. Yəni bu təbii ki, bu sahibkarlara aiddir. Amma mən düşünürəm ki, bu nəinki sahibkarlara aid. Bunu həm də belə deyim də bir menecerlərə də öyrətmək lazımdır. Çünki çox qəşəng. Bunları da hazırlamaq lazımdır. Təkcə sahibkarı hazırlamaqla deyil ki. Çox əla bir sual verdiniz. Əslində ümumiyyətlə deyirlər, mənim düşündüklərimlə üst-üstə gəldi də. Mahiyyət etibarilə biz bütün təlim boyu, bizim zaten bu təlim rəhbərlər üçündür. Sırf qurucular, top menecerlər və rəhbərlərin tamam başqa baxışdır. İnandırım heç bir təlimdə görmədiyiniz bir baxışdır və ümumiyyətlə yanaşmanı dəyişdirir. Amma bu nəzərə alınır o kəslərə ki, hansı ki uje bilgiləri var. Yəni artıq bunun bilgisi var, artıq illərlə idarə edir. Nəsə bir yol keçib də. Bu bir yuxarıdan aşağı baxışın formatının dəyişdirilməsidir ki, nəticədə sən ətrafını düz qoya biləsən. Bir yaxşı söz var, deyir, tez getmək istəyirsənsə, tək get. Uzun getmək istəyirsənsə, bir yerdə get. Bir yerdə getmək üçün necə eləyib? Amma bunun bir altdan yuxarı baxılan hissəsi var. Bayaq biz özümün bir hissədə başladıq, düzdür o mövzu biraz tamamlanmadı, amma onunla bağlı danışarıq ki, necə özüm gəlmişdim. O məsələni danışacağıq. Nüans nədədir? Yaxşı, yuxarıdakı nə istəsin, necə istəsin bunu danışdıq. Bəs o aşağıdakı nə göstərsin ki, onu yuxarı istəsin? O məsələ var. Bilirsiniz, tələb təklif məsələsidir. Məsələn canı bilirsiniz nədədir? Mən indi öz həyatımdan götürürəm. Gəlib kimsə, o Allahla insan bir işləməyinə oxşayır. Gəlib belə dillə demir də ki, bala dur, get filan şeylə. Yəni belə konkret demir. Yəni sən
başa düşəsən hadisələrdən. Bu menecmentdə də yetişmək buna oxşuyur. İllərlə misal üçün inkişaf edirsən, amma faktiki olaraq sənə deyən yox deyə get belə elə. Desəydi də bəlkə tez başa düşərdin. Və menecer yetişməyin problemlərindən biri odur. Biz insanların yetişə bilməməyinin səbəblərindən biri odur ki, yoxdur o kəs ki, dursun, başa salsın ki, belə elə, yox burada səhv gedirsən, filan şeyə bax, bu cür apar özünü. Və niyə görə dedim çox maraqlı? Çünki son hardasa biz 2 ildən yuxarıdır. Biz ancaq rəhbərlər üçün təlim keçiririk və menecmentə keçməmişik də. Ancaq keçmişik o şirkətlərlə ki, hansıyla ki işləmişik. İndi qərara gəldik ki, gələn ildən bir proqram təyin eləyək. Məhz little middle management, yəni meneceriyyətə, daha doğrusu rəhbərliyə qalxmaq istəyən, menecment ixtisasına yiyələnmək istəyən, inkişaf eləmək istəyən və ya o işi icra edən aşağı menecment xəttinə bir menecer kursları təşkil eləyək ki, adamlar ümumiyyətlə başa düşsün hara getməlidirlər. Bilirsiniz, o bilgilər çoxalması ilə problem yaranır cəmiyyətdə. Bilirsiniz, vaxt vardı, informasiya qıtlığı vardı. İndi informasiya bolluğundan problem yaranır. Həqiqəti seçə bilmirik. O gün bir dostuma söhbət edir, deyir ki, getmişəm mağazaya, bir pendir almaq istəyirəm. Deyirəm ki, bunun hansı dadlıdır? Deyir ki, birini kəsdilər, verdilər, yedim. İkisini kəsdilər, yedilər. Deyir, üçüncüdən sonra dad tapamıram. İtirirsən. Deyir, baxıram, vitrində 20 dənədən çox pendir var. Bunların hamısının dadına görə baxsam tapacam hansıdır. Yəni, bu dəqiqə o qədər informasiya bolluğu var ki, nəticədə biz tapa bilmirik nə düzdür. Və o həqiqi bilgi də üzdə deyil. Heç vaxt düzdür olmaz. Ay sol. Bilirsiniz? Və biz görürük ki, bu bizim cəmiyyətin, təkcə bizim deyil, əslində dünya səviyyəsində, amma lap bizim cəmiyyəti götürsə, bizdə biraz biznes mühiti, biznes düşüncəsi, ümumiyyətlə bazarlama məsələləri bu müstəqilliyi aldığımız nə qədərdir ki, bir 30 ilin üzəridir də. Yəni bu dövrün özünün qısa olması nəticədə bizim insanların bu idarə etmədə, işdə inkişafı, karyer inkişafındakı öyrənmələrində problem yaradır. Baxırsan ki, adam gəlib hansısa bir vəzifələri çatıb, hətta bilgi yoxdur. Adam idarə etmədə çox zəifdir, başa düşmür ümumiyyətlə ki, bunda nə düzdür, nə səhvdir. Baxmayaraq ki, müəyyən bir vəzifədə oturur. Və o başa düşməməyindən ancaq şikayət odur ki, o müdir pisdir, bu şirkət pisdir, o birisi pisdir. Qardaş, sən nətər olur? Deyir, o bizim bir dostumuz vardı, bir söhbət elədik. Deyir ki, bəs filan yerdən mənə çıxartdılar, səhv elədilər, belə elədilər, elə elədilər. Dedim, yaxşı, gəl oturaq sənə belə söhbət eləyək. Başladıq, lab əvvələ getdim bununla, bir şirkətdə işləmişdi. Deyirəm, orada nətər oldu? Filan əziyyət çəkdim, belə elədim, elə elədim. Nə oldu? Gətdi filan kəs torba tikdi mənə. Qəşəng, yaxşı, Allah köməklər olsun. Sonra filan şirkət. Nə oldu? Filan əziyyət, filan yerə çatdım, gəldi torba tikdilər. 2, 3, 4 deyirəm ki, qardaş, dəntiyan. Bir dənə bax geri. Bəlkə problem səndədir. Bəlkə istəyir ki, ona tiksinlər. O tuta bilmir məğzi. Və insan bir şeyi ki, axtarıb tapa bilməyəndə birisi deyir, bütün ətrafı səhv çıxardır. O var, düşünürsən ki, bunu mən edəcəm, buradan da bu qədər qazanacam. Bir işçisən, bir mühitdə gəlirsən. Edirsən, alınmır. Alınmamağına rağmen demirsən, elədim, alınma. Deyirsən, yox, mən burada bu qədər əziyyət çəkmişəm, verməlisiniz. İnsan o özünü başa düşməyəndə başlayır ətrafda günah axtarmağa. Amma özündəki o səhvi görəndə tez inkişaf edə bilir. Mən başa düşsəm ki, harda səhv eləmişəm, düzəldərəm, düz gedirəm də. Zaten ondadır ki, onu tuta bilmirlər də. Bax, onu ona görə tutanlar əslində irəli gedir. Bax, bizim necə ki, rəhbərlər üçün təlimdə biz seçilmədiyimiz adamları götürmürük. İstəməklə deyil. Biz bu kursuda ancaq elə eləyəcəyik. Birinci baxacağıq adama ki, bunda həqiqi işi gücü varmı? Açılmaq istəyirmi adam? Ondan sonra onu kursa götürəcək. Zaten onu necə biləcəksən onu? Zaten bizə bir görüş bəs eləyir. Adamın üzünü görmək belə, CV-sinə belə baxanda bəs eləyir, qalmışdı üzünü görmək. Yəni belə deyim də, məsəl üçün əgər adam müraciət eləmək istəyir, həqiqətən inkişaf eləmək istəyir, bir menecer kimi formalaşmaq istəyir. Biz biraz fərqli baxırıq məsələyə. Biz bilgini satmırıq, bilgini veririk və seçdiklərimizə veririk. Necə satmısan verirsən?
biri var ki, bir açıq oferta olur. Açıq oferta nədir qanunvericilikdə? Yəni qoymusan bir reklam falan yerdə falan şey olacaq, kim pulun versə iştirakçıdır. Bizdə biraz fərqlidir baxış. Biz ümumiyyətlə bu bilginin düzgün əllərə keçməsinin üstündə daha çox düşünürük. Nəinki ondan daha çox qazanmağın üstündə də belə deyil. Və bu baxımdan bu kursun da prosesi bu belə olmayacaq ki, elə prosta kimsə verəcək, ona görə də onu götürəcək. Bu bir etaplar çərçivəsində keçəcək. Yəni süzgəcdən keçmədir bu da belə deyək. Çünki o bilirsiniz bir kəsin istəmədiyi və ya çatmadığı bilgini ona verəndə heç dəyərini də biləsi deyil. Bir yaxşı məsəl var, deyir ki, bir cavan oğlan gəlir bir yaşlı müdrikin yanına, deyir ki, mən bu nə qədər orada burada əziyyət çəkmişəm, heç kim qədrimi bilməyib, hamı mənə belənsin, elə ancaq məni işlədiblər ora-bura. Bəs mənə bir istiqamət ver də, mən neyniyim, nətər edeyim? Müdrik deyir ki, sənə bir işim var, onu elə, ondan sonra baxarıq məsələyə. Çıxardır barmağında bir nazik qızıl üzük varmış, verir buna, deyir, get, 2 qızıl verməsələr, vermə bu üzüyü. Gəlir bu bazara, deyir, bəs belə bir üzüyüm var, 2 qızıl, çatan, baxır, qiymət öyrənən kimi qaçır, biri görür ki, bu deyəsən biraz xamdır, deyir ki, qardaş, bu üzüyün uzaq başı 15 dənə gümüş qiyməti olar, ondan yuxarı deyil bu. Yəni də qızılın dalınca qaçma, buna heç 10 dənə, 15 dənə gümüş ancaq düşər. Bu da çıxır, gəlir ki, bəs vermədilər də o qiyməti də, bunun qiyməti 15 dənə gümüşdür. Deyir, yaxşı, get, bizdə köhnə lombard var, antik əşyalara baxır da, filan kəs, ona get, amma nə versə vermə. Nə versə ona vermə. Prosta get, ona göstər. Gəlir, bir nəfərdir bu lombard dediyimiz yerdə. Bir götürür üzüyü, bir xeylan boyundan baxır, orasına, burasına. Bir xeylan müddətdən sonra qayıdır ki, mən bunu tam ödəməyə hazırda gücüm yoxdur. Müəllimə getdinən ki, mən 70 qızılı indi verirəm, qalan 30 qızıla da gələn dəfə verəcəm. Bu da sevinə gəlir ki, bəs müəllim 2 qızıl istəyirdin, 70 dənə qızıl, 30'unu da hələ verəcək. Deyir, qatır qızıl. Deyir, qardaş, zaten sən lazım olan yerdə o qiymətə layiqsən. Bilirsiniz, o Gözəl misaldır əslində. Gəlib bilgi özü də, siz baxın, Quranda mənim yadımdan çıxmayıbsa, hətta bu 2 şeytan barəsində şey var, onlar mələkləri çatmalı bilgini oğrayırlar, ona görə Allah onlara cəza verir. Bilgin özü hər adam üçün də deyil. Bilgiyə çatmaq, yetişmək lazımdır. Zahid, bəs belə deyim də, məsəl üçün, bax, adam müraciət edir də, yəni bu necə kursa necə yazılmalı? Gəlir, məsəl üçün, hələ gələndən sonra müəyyən bir seçki keçməlidir. Biz etapları indi zaten misal sizin köməkliyiniz olsa bir neçə etapı belə də keçirdə bilərik. Birinci necə təklif edirsiniz? Zaten mən düşünürəm ki, biz elə bu veriş üzərindən əgər maraqlı olan şəxslər olsa, sualları ilə müraciət eləsələr, biz bir bağlı bir veriş keçirdə bilərik suallara cavab olaraq. Həmin o kəslərə ki, kim ki suallar verəcək. Belə deyə də Zoom ətrafında belə bir şey keçirir. Zoom olar, amma açıq olmayacaq. Yəni həmin kəslər bağlı bir şeydir. Yəni belə deyək də, bir etaplar forması müəyyənləşdirəcəyik zaten ki, seçim düz olsun. Yəni belə hər kəs prosta ki, mən də təlimə getmək istəyirəm, gəlim ona. Biz o cür baxmırıq məsələyə. O bilirsiniz, əgər mənim bir şeyə əks bir fikrim varsa və inancım varsa daha doğrusu, mənə onun ən düz olduğu nə formada göstərsələr də belə mən ona əks deyəcəm. Korporativ mədəniyyətin çox vacib bir qaydası var. Sən ona neytral olan şəxsləri gətirə bilərsən. Yəni kim üçünsə fərq eləmir, belə olsun ya olmasın. Amma əks olan adamları gətirə bilmərsən. Biz dəyərləri verəcəyimiz bilgi ilə üz-üzə düşən insanlara bilgi vermək istəyirik. Zat bir dənə belə bir şey soruşum da. Bax, məsəl üçün kurs özü ümumiyyətlə nə haqqında olacaqdır və bax, məsəl üçün o bilgiləri yiyələnmək üçün həmin şəxs deyirəm, nə qədər vaxt sərf eləməlidir? Biz nəzərə alırıq ki, rəhbərlər, misal üçün biz rəhbərlər üçün olan kursumuz metamorfoz kursunun özünün 3 hissəsi var, hansı ki bir hissəsini keçirik də. Birinci misal siz də onu keçdiniz. O elə birinci hissəsi 2 ay çəkir və bu hissəli olacaq. Menecer kursunda olan kəslər, bu rəhbərlər də hələ bunlar beyin daha sürətli işləyir.
Onlar biraz daha gec başa düşəndilər. Little middle management baxımından deyirəm. Onlara nəzər alınmışıq ki, ən az şahsı olan kurs 4 aylıq olsun. Çünki o periodda onlar yetişməlidirlər, belə deyək. Nə üçün keçirik və necə keçirik? Onunla bağlı biz Dürən Mir Tofiq müəllim var, mənim rəhbərim olub. Çox menecmentin müəyyən bir hissələrində ondan öyrəndiyim bir kəsdir. Çox belə dəyərli qardaşdır. Müəllimlə danışıram, deyir ki, yaxşı nə keçəcəyik orada? Deyirəm ki, bax müəllim, bizim cəmiyyətin bir problemi var. Biz yetişdirə bilmirik meneceri. Biz ya rəhbər formadan baxırıq ona ki, mən bunu istəyirəm. Amma o bilirmi ki, mən ondan nə istəyirəm? Bəlkə o kəslərə bir yol göstərən olsa, o da düz yolla gələr. Bilirsiniz, mən həmişə biraz öz həyatımla əlaqəli baxıram. Mənim bu yetişmə dövrüm çox uzun bir dövr çəkib əslində. Baxmayaraq ki, kökündən o cavabdehlik etapını keçmişdim. O papağan təcrübəsi ilə nədir deyərlər. Amma və sonda baxdım ki, bu informasiyanı mən tez alsaydım, daha tez də keçə bilərdim bunu. Başa sizdən. Əslində bayaq mən dediyim də o. Yəni çox para bilərdim. İnsanların bir belə deyək də cəmiyyəti bir başa düşmə həddi var da. Bu nədir? Uşaqlıqdan bir ailədəsən, ailədə müəyyən bir məsələlər görürsən, gəlirsən məktəbdə bir münasibət görürsən, qalxırsan instituta orada bir münasibət görürsən, bir şeylə gəlirsən bir işə axtarırsan, iş olur, olmur, bir yerdə bir şey tapırsan, orada da bir cür başa düşürsən. Rəhbərin bir qərar verir, hardasa kosmosda bir rəhbər var orada, nəsə deyir, orada düşünürsən ki, bu səhvdir. Və sair addımlaya bir baxırsan ətrafa ki, o birisi çıxdı dedi ki, dövlətin mənə borcu var, vermədi. Nə bilim, filan kəs mənə filan şey eləməli idi, atam mənə baxmalı idi. Nə bilim, yaxşı qız tapaq, pullu dədəsi olsun. Hamı borcludur. Belə bir cəmiyyətdə və həqiqəti tap. Yəni nə qədər rahatdır. Bax o həqiqəti də biz də dayanırıq yuxarıdan deyirik ki, mən bilirəm həqiqət nədir. Sən mənim həqiqətimi tapsan səni qaldıracağam. O bilir vəhşi hansı həqiqətdən söhbət gedir. Xəbəri yoxdur. Ay sağ ol. Biri var, o Mustafa müəllimə danışıram. Deyirəm Mustafa müəllim, bizim niyyətimiz burada nə bilim mühasibatlıq öyrətmək deyil adama. Nə bilim orada hansısa bir hüquqi şeylər öyrətmək deyil. Ola bilər hansısa hissədə o da ehtiyacdır. Bəs nəyə öyrətmək? Biz idarə etməni öyrətməliyik. İdarə etmənin yanaşmasını öyrətməliyik. Adam gəlir, bilirsiniz, o işçisən, yaxşı işçisən, əla işçisən, ən güclü işçisən. Amma öz zəifinlə və güclünlə. Misal üçün ola bilər ki, yaxşı satış meneceri. Yaxşı satış meneceri satana öz istədiyi malı belə bir şey çıxmasın, sata bilər. Düzdürmü? Tamahı olmasa satışda güclü olası deyil. Tamah güclü olan adamlar daha çox da satmağa maraqlıdırlar da. Razısansa mənə. İndi təsəvvür elə ki, belə bir adamı gətirsən müdir qoyursan. Bunun daxili tamahı var. Biz rəhbərliyə çıxan kimi insanlar var ya, işçilər. Onlar artıq sən elə bir göz qabağına çıxırsan. Səndəki istənilən çepə orada görsəlir. Yox, xalqın gözü tərəzidir sözü var ya. Yaxşı, mən yaxşı menecer olmaq istəyirəm baxa. Yaxşı menecer olmaq, yaxşı satıcı olmaq deyil hələ. Sən yaxşı mühasibatlıq aparmağın hələ yaxşı rəhbər olacağın demək deyil hələ. Sənin nə bilim güclü hüquqşünas olmağın hansı ki vaxtında məndə idi. Yaxşı rəhbər olacaqsan demək deyil hələ. Zaten elə şeylərlə biz çox qarşılaşırıq. Mən bu böyük bu korporativ şirkətlərdə bir şey, biz daima xidmətdə idik onlarda. Görürdüm mən. Bir də görsə elə adamı gətirib qoyurdular rəhbər vəzifəyə. Orada fikirləşirdim ki, axı burada məsələn digər şeylər var, daha güclü bilir, şeylər, bu daha yaxşı olardı orada. Amma indi sən deyəndə mən başlayıram fikirləşməyə ki, bəlkə də ola bilər ki, bu xüsusiyyətləri görüblər, hansı ki sən deyirsən, ona görə onu çəkib gətirirlər qabağa. Tam razıyam, ola da bilər. Bizim menecmentdə, ümumiyyətlə Azərbaycan menecmentində biraz qarşılıq çoxdur. Bizdə biraz xaricin təsiri var. Məsəl üçün Avropa menecmentinin, Amerika menecmentinin, Türkiyə menecmentinin, üstəgəl bizim Sovet menecmentindən, yəni belə bir həftə becər yaranır. Amma işləmir axı o belə. İşləmir ona görə ki, qarşılıq çoxdur. Bir məğzini tutmaq lazımdır. Məğzi düz üzdə deyil. Birisi nətər elə bil ki, izlərdən öyrənmək istəyirik ki, bu kimin izidir? Və izçi də deyilsən. Bildiniz nə demək istəyirəm? Yəni
biz faktiki olaraq üzdə olandan altdakı olanı tapa bilməyəcəyik də. Yəni bu məğzin başa düşməmiş, yetişə bilmərsən. Sən sadəcə hansındansa hansısa elementi götürəcəksən. İşləyiblər ki, işçi ilə danışanda səbirli ol. Elə məqam var ki, partlama olmalısan. Baxıransın. Hayır da o bir dəfə bizim Az Estetik şirkətində Allah can sağlığı versin, Malik müəllimimiz var. Polkovnik. Demək qrup bir rəhbər qoyduğumuz şəxslərdən biri var, elə Malik müəllimə də tabedir. Oturub müzakirə edirik və mən iclas gedir. İclasda adamı iynələyirəm. İclas qutarır, Maniş müəllim deyir ki, Zahid müəllim, siz həmişə bizə öyrətmisiniz ki, qarşı tərəfə qoy axıracan qulaq. Niyə görə onu bəs şey edirdiniz, qoymurdunuz? Deyirəm, bax, o qaydadır. O tətbiq olunur o zaman ki, sən kəsdən gedəcəyin bir yolun, ikisi də getmək istəyir, yolunu tapmaq istəyirlər. O halda ki, adam iki ayağında bir başmağa diriyib və orada düzəm düşünür, onu oradan çıxartmağın yolu sığal variantı deyil. Tutursunuz? Yəni bir bilgi prosta öyrənmək kimi misal üçün iclasda danışanda çalış səbirli ol, danışsınlar sonra danış. Normaldır, lazımdır, həmişəmi. Baxır kimə? Ay sağ ol. Bax bizdə problem ondadır ki, biz öyrənirik formanı. Öyrənmirik nə üçün? Yəni formanı öyrənmirik nə üçün? Aha. Yəni formasını başa düşürük, belə olmalıdır. Amma harda, necə, nə üçün? Belə deyək də, qaydanı tətbiq düzgün tətbiq eləyə bilmirik də belə. Qaydanı götürürük. Bilirsiniz, deyəsən Həzrət Əlinin sözü olub, deyir ki, kişi odur ki, şir yerində şir ola, tülkü yerində tülkü, vay halına ki, bunun yerini səhv sala. Yəni bu elə bil ki, sən öyrənmirsən həm şirliyi, həm tülkülüyü, prosta yerlərini səhv salırsan, onu oxşuyur. Yəni sən yerini səhv salandan sonra o bilginin əhəmiyyəti itir ortalıqda. Yəni onun xeyri yox, ziyanı gəlir ancaq. Zət, belə bir şey deyim də, məsəl üçün tutalım ki, sənə belə bir səlahiyyət versəydilər və sənin əlində bir şey olsaydı ki, uşaqlıq vaxtını demirəm, amma ən azından gənc yaşlarından məsəl üçün nəsə bir proqram tətbiq eləmək, məktəblərdəmi və yaxud da məktəbdən kənarda hansısa bir tədbirlər keçirmək ki, o gənc yaşında olan şəxslər, gənc yeniyetmələr də belə deyim, yeniyetmələr o periodu daha rahat keçə bilsinlər. Sən nə tətbiq eləyərdin, nə verə bilərdin? Valla mənim üçün indi bir həyatda hərəmiz bir formada yaşamışıq. Bilsən o Yusuf Peyğəmbər filmində belə bir maraqlı epizod var. Bu kahinlərin məhkəməsi zamanı o kahinlərdən biri oturmuş içəridən və Allahın səsi kimi özü danışırmış. Deyir ki, yox insanlar bunu belə başa düşürdülər də, başları xarab idi, belə görürlər, biz də eləyirdik. Orada Yusuf Peyğəmbər yaxşı bir söz deyir. Sən batillə həqiqəti çıxart qoy ortaya. Ondan sonra denən ki, insanlar nəyə düz yeriblər, yəni nəyə yönəliblər də. Mahiyyət etibarilə bizim cəmiyyətin bir bağlanma forması var. Hamı üçün o standart sayılır, amma əslində o bizi qoymur növbəti etapa keçək. Amma mən o məsəl növbəti etapı demək istəyirəm ki, bilmirəm, elə ona bağlı. Növbəti etap üçün nə etməlidir? Elə ona bağlı danışıram. Mən düşünürəm ki, bax məhz o uşaqların o tərbiyə prosesində bir növ hətta bunu bir əyləncəli formatda, bir oyun formatında həmin o qaydalar hansılar ki bizi saxlayır, qoymur inkişaf edir. Onlardan keçməyi öyrətmək lazımdır onlara. Onları başa düşəndə onlar keçəcəklər. Məsəl üçün, yəni ortalama götür də, nə qədər vaxt lazım ola bilər ki onlara? Yəni bu uzun bir müddət gedəcək də. Belə deyək də, biz özümüz bir həyat boyu başa düşdüyümüzü biz məktəbə 5 gün, 3 gün öyrədəsi deyilsən ki. Yox, aydın məsələdir. Yəni belə deyim də, ortalama götürsək, minimum olmalıdırlar yuxarı yaşlarda. Aşağı yaşlarda, yəni bəlkə bir oyunlar formatında kimsə eləyə bilər. Yəni yeniyetmə biz belə deyim də, bir 12 yaş daha yuxarıda. 12 üzərində. 12 20 yaş arası belə deyək. Əslində gəlin belə götürək. Heç minimum heç bunları qoysaq kənara, bir məktəb dərsliyinə bir pul nədir başa salsınlar da bu uşaqlar, biznes nədir başa salsınlar. Bəlkə bunu ayrıca keçirməlidir. Məktəb müəyyən bir akademik təhsil verir də. Yəni bunu ora məsələn qatmamaq, onunla paralel olaraq nəsə başa keçir. Amerikada bir şirkətdə olduq, mənə maraqlı gəldi misal üçün. Onlar bir məkan düzəltmişdilər. Burada bilmirəm elə bir yer düzəltdilər yoxsa yox.
Demək, məkan nə idi? Böyük bir yerdir, həddən böyük bir ziyadə bir yerdir. Uşaqları gətirirlər ora və o şəhərcikdir orada. Radiosu var, nə bilim, maşın, taksisi var, polisi var və cəmiyyətin bir formasıdır belə deyək. Və oranın daxili bir pulu var. Burada bilmirəm, bəlkə burada var, hə, elə bir şey eləyiblər Dəniz Mall. Bunu Dəniz Mallın indi gətirməm, maddi tərəfi də var da, görsən ki, bu məktəb onlar qeyd eləmişdilər. Ümumiyyətlə pul vermirdi uşaqlar ona. Nə gözəl. Bəli, yəni məktəb gətirirdilər, məktəbin uşaqlarını, özləri əsasən az yaşlılardan istifadə edici. 10-12 də bəlkə də biraz 8-10 da belə. Onlar bölürdülər orada, yəni kimsə olurdu radio. Rol oyunları da, rol verirlər. Və o rolun icrasını onlar başlayırdı. Cəmiyyətdə başa düşsünlər. Ümumiyyətlə niyə gəlirlər burada, nə bilim. Çox gözəl bir şeydir. Maraqlı bir metoddur. Məsələn, onu tətbiq eləmək olar. Məktəbdə tətbiq edilməsini gözləyirəm. Bilirsiniz, o kimsə gəlib biznes baxımından quranda, indi biznes baxımından da bunu bir ictimai formatda qurmasının özü də bir, məsəl üçün indi bizim QT şuramız var orada, dövlət fondu ayırıb müəyyən, onun içərisində də bunu bəlkə görmək olar. Əslində bizim də bir vətəndaş cəmiyyətinin inkişafına dəstək gələn ictimai birliyimiz var. Çox gözəl oldu. Danışdıqda deyirəm bəlkə sən niyə eləmirsən? Amma burada məsələnin canı ondadır ki, bax, uşaq gəlib nəticədə düşəcək yeri tanımır. Bir mühitə düşəcək. Onu tanımır, başa düşmür o nətər olur. Yəni mamanın əlindən tutub gedib gəzib, nə bilim, orada patoloq 2 dənə uşaqla məktəbdə dalaşıb eləyib, cəmiyyəti o ilə qiymətləndirir. Yəni sonra addımları başlayır. Yenə deyirəm, çox sadə elementlər var ki, onun tərbiyə prosesində eləmək lazımdır, onu keçirdə bilmirik. Əslində məsəl deyim ki, çox maraqlı ola bilər deyə. Maraqlı. Bilirsiniz, bu gün tədrisdə daha çox mən baxıram indi bizim övladlarda da baxıram elə şeylər keçirirlər. Bəlkə nə bilim institut həddində ola bilər şeylər məktəbdə keçirirlər. Zaten o həqiqətən elədir. Mən də baxıram nə qədər lazımdır bu. Get-gedə də onsuz da texnologiya elə çıxır ki, vəbşi o beyni o qədər təsir etməyə. Özə baxıram əsasən torpaq unsurunun böyüdülməsi üzrə işləyirlər. Bəs bunun kreativliyi, bəs bunun kommunikasiyası, bəs bunun işsevərliyi haradadır o? Əmək dərsi şeyə dönürdü. Bizim də vaxtı elə idi. Əmək dərsdə gedib fırladıb çıxıb gələcəyik. Yəni o hissələrdə boşluqlar var deyənə. Elə bir uşaqlar ancaq bir tonlu gedirlər. Bilirsiniz, yəni bir şey deyim, bu əslində bizim biraz belə hamıya demədiyimiz məsələlərdən biridir. Bir şeytan var, bir Allah var. Şeytan Allah var deyəndə biraz böyük çıxır. Allah şeytanı yaradıb, söhbət orasında deyil. Amma bir insanın həyatında iki qütb var da belə mahiyyət. Ağ-qara hissə o. Bir şey vardı belə balaca video rolikdə deyir ki, Beli Bog, Çorni Bog. Şeytan əslində bu material dünyanın formatlaşdıran bir kəsdir. O mexanizmi qoyub, hansı ki, qoymur səni duxovnu razvitiyə çıxmağa qabağını alır da, belə deyək də. Ruhi inkişafı da. Bəli, ruhun qabağını alır. Onun işi ondadır ki, elə eləsin ki, sən material dünyanın illüziyasından çıxa bilməyəsən, qalasan bu proseslərin ortasında. Və bütün cəmiyyətimiz o formadadır. Həmən o şeytani mexanizmlərin içərisindədir. Oradan çıxanda sən Allaha tərəf keçə bilirsən. Amma onun qaydalarını başa düşmədiyimizdə və dərin daha çox bunu öyrəndiyimizdə biz onu keçid edə bilmirik. Problemin kökündə nədədir? Bilirsiniz, şeytan tərəf məntiqdir əslində. Yəni material dünya hansında ki, baxın da gəlin belə baxaq. Maddələr var da, insan bədənində maddələrdən ibarətdir. Nə bilim hansısa bir molekul, nə bilim hansısa bir formalar var. Eyni zamanda canlılar var, tək hüceyrəli, çox hüceyrəli. Onların da içərisi həmən molekullardır. Bəs niyə mən molekulları bir yerə yığanda o canlı çıxmır? Dünyavi sualda hələ də cavabı yoxdur. Yəni o maddiyyat, hansısa bir molekul özü-özlüyündə niyə canlı deyil? Hansı ki, yenə də həmən molekuldan ibarətdir. Buna baxanda sən steril bir varlıq görürsən, həmən material münasibətində. Amma bir canlıya baxanda bir ruhsallıq görürsən. Yəni, ikisi də eyni materiyadır, amma birində ruh var, birində yoxdur. Biri canlıdır, biri cansızdır. Hətta şey deyil, canlı, cansız. Və burada bir sterillik var, bir standartlıq var. Onun necə aparacağı özünü məlumdur. Amma bunun necə aparacağı özü məlum deyil. Bilirsiniz, biz cəmiyyətə də torpaq unsurunun da məntiqi güclüdür, misal üçün də. Öz daxilindən forma verir. Bu, belə olmalıdır. Olmalıdırlar, axırda yaman günə qoyur insanları.
Yəni sən desən ki, standartdan kənara çıxmaq lazımdır, hə? Mən deyirəm ki, standartın öz yeri var. Amma hər şey standartdan deyil və sənin beynindəki məntiqlə gəldiyin həqiqət hələ o demək deyil ki, Allah sənə söz verib ki, elə o cür eləyəcək. Sənin məntiqin ancaq həyatla təmasda məlum olacaq ki, düzdür yoxsa səhvdir. Zət bəs o həmin dediyim məsəl üçün oyunlar, belə bir şey, rol oyunları, belə bir şeylər, onlar faktiki olaraq nə verə bilər? Bax mən elə ona görə bundan danışıram. Bizim daha çox məktəb dərsliyi deyək və ya hətta valideynlər bu dəqiqə o istiqamətdə daha çox torpaq elementi inkişaf edir. Məntiq, riyaziyyat, ana dili, nə bilim ingilis dili və s. və s. Amma intuisiyanı inkişaf elətdirdinmi? Kommunikasiyanı inkişaf elətdirdinmi? Rasional beyin inkişaf elədi. Bu günə, yaxına, rezultatlı hədəflə bu gün gedəcək, nəsə əldə edəcək. Bəs bunun gələcəyi? Bəs emosional beyin? Rasional beyin şeytandır. Bayaq dediyim oydu. Materialdır, sterildir. Emosional beyin də Allahla təmasa kərat yaradan. Bizim problemimiz ondadır ki, cəmiyyətimiz daha çox rasionaldır və rasionallığın formatında bu daha çox mexaniki bir varlığa oxşuyur. Nəinki ruhsal bir varlığa. Zət əslində sən bir dənə bir şey dedin, mən bir misal yadıma düşdü. Bu məhz bu məsələlərlə bağlı, hansı ki standartlarla bağlı. Bir vaxtda əgər sənin yadında olardısa, bütün dünya üzrə olimpiyadalar, belə şeylərdə əsas qalib olan ölkələr əsasən Çin olurdu da belə baxanda. Amma Çindən bir ixtira çıxmırdı. Yadındadsa belə idi də, yəni heç nə çıxmırdı. Ancaq kopya edirdilər. Hə, kopya edirdilər. Yox, kopya ilə sonra başladılar hələ. Sonra başladılar. Bilsən, bunlar başladılar araşdırma elədilər ki, nəyə görə Amerika bu belə birə çıxmır? Amma hə, bir iki onluğa da belə düşməyə də belə. Amma digər ki, bunlardan bütün əsas ixtiralar buradan çıxır. Bilsən, nə araşdırmaların nəticəsində olmuşdu? Məlum olmuşdu ki, buradakı uşaqlara uşaq vaxtından fantastik kinolar, çox gözəl göstərirlər, eləyirlər. Arzulamağı uşaqlar arzulamağı öyrənirlər. Onlar görürlər, belə də olsa, həmin periodda icadları daha çox olur. Və burada isə sən dediyin rasional beyni inkişaf elətdirirlər. Torpaq ünsürü. Belə olmalıdır. Bu standartdan çıxa bilmir kənara. Razıyam. Çıxa bilmirsə onu inkişaf elətdirə bilmir də faktiki olaraq. Bizim Tembol Azərbaycan cəmiyyətində daha çox o problemi görürəm. Yəni bizim indi bir cavan ölkəyə çalışırıq formalaşdıra gedək, amma məsələn boşluqlar budur. Boşluqlar bizim emosional hissələrimizi doldurmaq lazımdır. Bilirsiniz, bayaqki məsələyə qaydanda niyə mən deyirəm ki, hamını istəmirəm? Çünki o çox birinə dalanda insan elə başa düşür ki, elə həqiqət oradadır və onun fanatikliyinə gedir. Onu yoldan dəyişmək çətin olur. Bilirsiniz, o bir Şaunindən bir yaxşı söz var. Deyir ki, 3 tələbə var ki, 3 şagird var ki, bunları öyrətməyinə dəyməz. Deyir, 3 saxsı qab var ki, bunda təzə təmiz su gətirə bilmərsən. Bir çatdı qab. Buradan deyirsən, bu yandan çıxır. Gəlib dərsə. Amma buradan eşidir, oradan da buraxır. İşçindir, xoşun gəlir. Amma danışdıqların havayı olan bir söhbətdir. İkincisi, çirkli qab. Nə deyirsən, ancaq özünün o tamahına, təkəbbürünə dartar. Daha doğrusu tamaq da orada daha çox. Bir də üçüncüsü, dolu qab. Nə desəm, mən bilirəm, mən öyrənmişəm, mən bilirəm, mən həmisindən aliməm. YouTube-da 2 dənə video baxıb özünü dünyanın akademik sayır. Yəni, bu 3 tipdən sənsə çalış, buradan çıx. Çünki burada qalmağından inkişaf olmayacaqsan. Təkəbbürü, bayaq dolu qab nədir? Təkəbbürdür də. Şeytanın etdiyi əməl təkəbbür idi. Allah ona nə dedi? İtirənlərdən oldu. Təkəbbürlü olmaq itirməyə gətirir. Bu bir batil elementin bir ünsürü kimidir. Yəni də sözümün canı ondadır ki, bu bizim əslində seçmək dediyimiz bu üç ünsürdə olmasınlar. Bizim baxırsan cavan uşaq deyə hələ təzə başlayıb. O qədər evdə buna şey veriblər.
Çərçivəyə salıblar. Əksinə qaz veriblər. Ha, qaz ediblər hətta. Özünə akademik sayır. 2 dənə 3 dənə şey gedib nə bilim orada imtahanda dərs deyib, şeydə imtahan verib belə bilir ki, təkəbbür bağlayıb adamı. Bilmirəm siz fikir versəniz yoxsa yox. Böyük bal toplayan institut tələbələri 1-ci, 2-ci ildə başlayırlar sönməyə. Ha, elədir. Əslində beyin dolmağına mən çatmışam düşüncəsi var. Oradan çıxandan sonra başlayır hərəkət. Üstünəm də. Yəni. Onun üçün təkəbbür kimi böyük günah deyil, həyatın hərəkətdə keçmir. İdarə etmə öyrənməlisən. Öz bir şey deyim. Təkəbbür necə cəmiyyətə girib, tamah necə cəmiyyətə girib, aydınlaşdıra bilmirsən, tamahdır yoxsa yox, təkəbbürdür yoxsa yox. Elə şeylərin arasında gizlənib. Mən onu başa düşməyimdə maşın yolunun ortasında mənə çatıb o, ağlamaq gedirdi məndən. Hətta elə. Yəni o təkəbbür cəmiyyətdə o qədər gizlənib. O tamah da, təkəbbür də hər ikisi barəsində danışırıq. Biz onu şey kimi qiymətləndiririk, belə də olmalıdır kimi. Və ona görə də problemlər yaşayırıq, çıxa bilmirik oradan. Ona görə itiririk. Bu belə, yəni uşaqlıq vaxtında olan tərbiyədən gəlir də. Tərbiyə deməyi, yəni gördüyümüz dəyərlər əsasında formalaşır da bu. Əslində görə bilmədiyimizdən gördüyümüzü özümüzə həqiqətə çıxartmışıq. O nə gözəl dedin. Yəni biz həqiqəti görə bilmirik deyənə, yalanı həqiqət sayırıq. Zaten mən dediyim səncə nə qədər doğrudur ki, biz daha çox bu uşaqlıq vaxtı yeniyetməlik və digər dövrlərdə bu uşaqları hazırlamalıyıq və növbəti dövrlərdə də yəni prinsipi biz varıq hazırlamağa. 3 etap deyirəm menecmentdə. Deyirəm birinci cavabdehlik etapıdır. Sən cavabdehliyi götürə bilməmsənsə, səndən menecer olası deyil. Cavabdehlik etapı nədir? Cavabdehlik etapı ana olmaqdır. Birinci dəfədə uşaq olur. Bu adam birinci dəfədə uşaq saxlayır. Bilmir bu nədir. Yəni, amma nə dərsə yapışır, özünü ora həsr eləyir, o uşaqdan adam çıxarır. Yəni ana məcazi mənada desən də sən burada. Yəni o cavabdehliyin özü həzm olmasa, o adamdan menecer çıxası deyil, çünki faktiki olaraq heç bir şeyin öhdəliyini götürməyəcək. Elə gəlib ancaq axşamazın deyəcək, o elədi, bu elədi, müdir elədi, dövlət elədi, nə bilim hər şey elədi, bir dənə bunun daxtı elə. Səni nəyə qoyublar orada? Nəyə cavabdehlisən sən? Bu etapın keçməyi belə hələ o demək deyil ki, sən iyerarxiyada qalxa biləcəksən. Məsəl üçün mən bayaq atamın tərbiyəsindən danışırdım, o mühitə yaratdı. Mən baxıram ki, mən məsəl üçün hələ məktəb uşağı idim, o lavka dediyimiz, sonra bir kompüterli salon açdıq. Oranın bütün institut dövründə mən işlətmişəm. Əsgərlik etdim, gəldim hələ 1 ildə yenə işlətdik. Ondan sonra keçdim bir iş mühitinə. Əsasən qeyti sahəsində oldu. O vaxt iş tapmaq da çətin idi. Sonra yavaş-yavaş bank sahəsi. Və məndə o dövrdən o bir müstəqillik var idi, yəni mahiyyətcə bir cavabdehlik də götürmüşdüm. Yəni o cavabdehliklə bərabər bir müstəqilliyim vardı. Yəni məsəl üçün bu obyektin kompüterli salon bu, sən cavabdehlisən. Səhərdən axşamacan burdasan, burada nə xarab oldu sənlikdir, burada dava düşdü sənlikdir, kim pul bu gün oldu olmadı sənlikdir. Yəni onun cavabdehliyini götürmüsən də, yaxşı işçisən. Yəni uşaq vaxtından sən formalaşdırmısan. Bəli. Mən yox, Allah yönəldi əslində. Atam vasitəsilə. Amma baxıram ki, baxmayaraq ki, elə güclü cavabdeh idim. Elə güclü məsuliyyəti götürə bilən idim, amma idarə etmədə inkişafımın bir hissəsi necə gətirdi. Ondan sonra başqa bilgi lazım idi mənə. Nə bilgi? Misal üçün gəl belə danışaq da. Mən işlədiyim şirkətlərin hamısında ən güclü hüquqşünas olmuşam. İşin, yəni belə deyək də, o şirkətin şeydim də, nətər deyirlər də, belə favoriti idim də. Qrup rəhbəri, bir şöbə rəhbəri formasına qədər qalxırdım. Ondan yuxarıya qalxa bilmirdim. Sırrsız da demək istəyirəm. Vuruşuram. Amma o dövrdə məndə də vardı. O elədi, bu qoymadı, o birisi belə elədi. Sonra başa düşdüm ki, problem onda deyil, səndə deyil. Sən bax nəyi dəyişdirməlisən. Niyə yuxarıdakı qərarı vermir daha yuxarı qaldırmağa? Mən bilmirəm, ifadə edə bilmirəm, yoxsa yox. Bilirsiniz, o bax bizim menecmentdə inkişaf etməməyin səbəblərinin böyüyü budur. İnsanlar elə başa düşür ki, yaxşı işçi olmaq, yaxşı müdür olmaqdır. Xeyr, elə deyil. Qaldırmayacaqlar. Bunu öyrənməlisən o yaxşı müdürlüyü.
Sən onu verməlisən ki, versinlər. Olmur gətirib hərdən görsən ki, deyirlər ki, mən qoysunlar müdür və mən nətər göstərim müdürü. Arkadaş qoymurlar müdürü. Müdürü göstərirsən ki, mən bunu bacarıram, ondan sonra verirlər. Müdürü alırsan. Ay sağ ol. O Azərkreditə mən işə girəndə biz intervyu eləmişdi. Natalya xanım intervyu eləmişdi məni. Bir də Rəşad müəllim vardı. Bizdə hüququn departamentinin rəhbəri idi. Mən də müavin vəzifəsindən gəlirdim. Deyir ki, bəs niyə aşağı vəzifəyə gəlsən? Yəni regional hüquqşünas müavindən aşağı vəzifə sayılır. Mən aşağı vəzifəyə gəlmirəm. Mən gəlirəm ki, göstərəm, qaldırasınız. Bir ilin ərzində bir 3 dəfə, 4 dəfə orada nəsə artım olmuşdu vəzifədə. Mənim üçün yəni belə də olmalı idi. Çünki o bacarığım və bilgim var idi də. Amma o misal üçün Azərkreditin tarixində birinci dəfə idi ki, bir nəfər bir il ərzində belə bir şeylə qalxırdı. Yəni sözümün canı nədədir? O gözümə qaşıma görə deyildi. O bacarığa yiyələnməlisən. Sən başa düşməlisən bu nədir? Sən onu verməyi öyrənməsən, o işi göstərməyi öyrənməsən, niyə qaldırmalıyam səni? Mən müdürüm, niyə? Nə verdin ki, başa düşdüm ki, sən rəhbərsən? Nə verdim ki, bildim ki, sağ əlim ola biləsən? Mənim 3 dənə işçim varsa, mənə ən yaxşı işçi lazımdır. Mənim 200 işçim, 500 işçim varsa, mənim bir 50 işçim varsa, mənə yaxşı sağ əl lazımdır. Hansı ki, biləcəm ki, o qalan uşaqları düzgün idarə eləyəcək. Bir dəqiqə, bax, cavabdehliyi məsəl üçün götürdünsə, yəni biz cavabdehliklə işəli olunmur axı. Elə onu deyirəm də. Cavabdeh olmaq ola bilər ki, yaxşı işçi olmaqdır. Misal üçün, yaxşı, bayaq dedim də, satış, mühasib, fərq yoxdur. Cavabdehliyi götürə bilən qəşəng işçidir. Amma yaxşı menecer hələ deyil. Menecer olmaq üçün digər funksiyalar gəlməlidir. Orada ikinci, üçüncü etap var. İkinci etapın adını qoyulur, nəzarət bacarığı. Bəzən baxırsan ki, məsələn, torpaq unsurlarında nəzarət bacarığı yaxşıdır. Amma cavabdehlik yoxdur. Deyirəm, yox. Bu üstə gəl bu. Amma nəzarət hələ bacarığın götürmək, yenə də hələ, onda bir həddi var. Oradan o tərəfə keçmir. Ondan ən yuxarı etapı tərbiyəçi bacarığıdır. Yenisini yetişdirmək bacarığıdır. Özü yenisini yetişdirməyi nə cür başa düşürlər? Əksəri elə başa düşür ki, özündən birini çıxardacaq, lazım deyil. Mənim işçilərim məndən daha güclüdürlər. Mənim öyrətdiklərim mənim çatdığım hədəflərdən daha yuxarısını vurublar. Mən ona görə güclü deyildim ki, özümdən yetişdirdim. Mən ona görə güclü idim ki, özümdən zəifi özümdən güclü edə bilirdim. Və yaxud onları bir yerdə işlədir. Və onlarla bir yerdə daha böyük hədəfə vura bilirsən. Bilirsiniz, orada gedirəm. Bunlar biraz niyə bunu 4 ay verir? Ya bunu öyrənməli də bu adam başa düşməlidir. Ego qoymur o inkişaf eləsin. Ego qoymur o digərlərinə o kömək eləyə bilsin, digərləri o cür yetişdirə bilsin. O gün oturmuşuq bizim bir sakrıtı klubumuz var. Bizim təlim keçənlərlə biriydi. Danışırıq, deyirəm ki, sahibkarların bir qrupumuz var. Onlar deyirəm ki, siz bloger istiqamətini özünüz başlayın inkişaf elətdirməyə. Deyirlər ki, müəllim belə elə oyan belə. Deyirəm ki, baxın. Mən girsəz Instagram'a, nə bilim 1000, 2000, 3000 baxış var. Heç də mən güclü belə deyək də bir Instagram mütəxəssisi deyiləm, bloger deyiləm. Amma mən onu eləmişəm ki, mən başa düşüm ki, nədədir və digərlərinə istiqamət verə bilim. Faktiki olaraq mənim tələbələrim yarım milyonluq baxış verən uşaqlardır. Kit sportu olsun, elektromol olsun, nə bilim daha 1000 yerin adını çəkərik. Əslində bu kütləyə görədir. Yəni söhbət indi kütləsindən danışmıram. Kütləyə sən yönlənsən. Yəni məsələ onda deyil, mən filan şeyin ən əlasıyam və elə eləyəcəm məndən biri də çıxsın. Mən filan şeyin ən əlasıyamsa, mən ən əlayam. Mən necə elədim ki, mən nə güclüsünü yetişdirim? Bilirsiniz, biz hamımız valideynik də və hamımız da kiminsə övladıyıq. Biz güclüyüksə, biz demək onda valideynimiz bizdən güclüydü, biz ondan zəifik. Amma elə deyil axı, cəmiyyətdə kimsə parıldayır, kimsə şey edir. Yəni bacarıq burada parıldayanları qura bilməkdir idarə etmədə. İcrada fərqlidir. İcrada sən parıldamalısan. Bax, bilmirəm, tərəzinin gözünü görə bilirsən yoxsa yox. Çox vaxtı biz yaxşı parıldayırıq. Parıldada bilirsənmi? Bax, sual budur. Və o idarə etmənin 3-cü etapıdır, o tərbiyəçi etapıdır. Parıldada bilirsənmi? Bax, yaxşı, ya belə danışaq da, biraz belə deyək də, sadə dildə desək.
Sadə Sadə desək. dildə. Sadə dildə. Çünki hətta mən də biraz yəni çıxır hətta məndən biraz sonra qavramağa çalışıram bir neçə dəfə baxaraq. Deməli, bax adam məsəl üçün gəldi, bir menecer gəldi, müəyyən bir şeyi keçdi. Müəyyən bir yiyələndi. Bu yəni kifayət edirmi artıq o işləsin, o tam olaraq bu işi görsün, menecer işini görə bilsin? O menecment işi bir həyati işdir. Mən yadınızdadırsa bir tədbirlərin, yəni bizim görüşlərin hansında demişdim ki, idarə etmə müdürçülük işidir. Sən müdürçüləşmə prosesinə girirsən. Çox vaxt biz indi menecer yetişdiririk yoxsa sahibkar yetişdiririk? Yox, biz menecer yetişdiririk. Aha. Menecerdə biz məsəl üçün elə bu təlim zaten bizim hazırki olan təlimi hansı ki rəhbərlərdir, o da menecment kimi idarə edən yetişdiririk biz. Onların özlərinin növbəti uğruna çağırır. Mən baxışım budur ki, insanların hər şey vermək lazım deyil. O gedəcək yerinin qapısını açar vermək lazımdır ona. Bilirsiniz, bir yaxşı söz var, balıq verək yoxsa uduçqa. Yəni balıq verərsənsə pastayla sənin yanına gələcək balıq üçün. Uduçqa verəndə özü gedib tutmağı öyrətsinsə, gedəcək özünü yeməyi çıxardacaq. Mənim də baxışım beləsinədir. İdarə etmədə keçid üçün o insanların qapısı açılmayıb, ona o açar vermək lazımdır. Açılandan sonra o dünya onun üçün açılacaq. O məndən də güclü bir menecer olacaq. Onun özünün öz yolu var. Heç kim kiminsə yolunu təkrarlamalı deyil. Hərə öz yolunu tapmalıdır. Hərə başa düşməlidir. Mən bu dünyada nə bilim ağac gəlmişəm, pişik gəlmişəm, şir gəlmişəm. Yerini tutmalıdır. Amma o yerini tutmaq üçün o qapıdan keçməlisən də. O qapı açılmamış o yeniliyi tapa bilməyəcəksən. O yerivi tapa bilməyəcəksən. Bax burada nüans həmin o bizim təlimlərin başı məqsədi o zonaya girişin imkanını verməkdir. Elə bir ki, o zakrytı kluba giriş kartı. Oradan o tərəfə özün elə. Müasir dövrdə elə bir şirkət təsəvvür etmək mümkün deyil ki, orada kompüter, printer, server, korporativ elektron poçt, IT avadanlıq və ya istənilən proqram təminatı olmasın. Əgər bu xidmətlər sizin üçün maraqlıdırsa, burada göstərilən nömrə ilə əlaqə saxlayın, bizneskardan zəng elədiyinizi söyləyin və birinci ayınıza tam olaraq 50% xidmət endirimi əldə edin. Zayt, onda mən düz başa düşdümsə, bu təlim əsasən bizim olacaqdı işçilər üçün, menecer olmaq istəyən və yaxud da menecerlər üçün hansı ki, bu hal-hazırda işləyirlər. Bəli, bilirsiniz, əslində bu ideyanın yaranma səbəbi var. Səbəblərdən əsas hissəsi ondadır ki, biz indi rəhbərlərlə işləyirik. Maşallah rəhbərlərimizdə hansı var ki, bizim təlimləri keçir, bir inkişaf var, addımlamaq var. Amma istənilən halda şirkət bir nəfərdən ibarət deyil. Şirkətin məhz o necə ki bir nəsli onun o uğura çatmış övladları ilə tanıyırlar. Şirkət də elə övladlar yetişməlidir nətər deyirlər. Və bu baxımdan baxdıq ki, bizim daxili komandalarda, yəni həmin elə rəhbərləri öyrətdiyimiz komandalarda işçilərin yetişdirilmə prosesinə bir təkan lazımdır. Çünki bayaq biz çıxışda dediyimiz kimi əksər hallarda o informasiya açıq deyil deyənə insanlar yetişə bilmirlər. Rəhbər yaxşıdır, hə düzəltdik. Bəs işçini kim yetişdirəcək? O rəhbər hələ o qabiliyyətdədirmi ki, yetişdirsin və ya o işçi başa düşübmü həyatın etaplarını? Bu baxımdan görsənən bu problemin həlli eyni zamanda bu təkcə bizlə bağlı deyil ki, bütün cəmiyyətimizdəki o bayaq dediyimiz kimi o idarə etmədə yetişmə çətinlikləri bizi bu yönəmə yönəltdi ki, biz komanda ilə oturduq, düşündük və qərarlaşdıq ki, bəli, biz gələn ili, yəni 24-cü ili menecment ili elan edək və ən azı bir kursumuzu keçək. Bu 4 aylıq bir layihədir. Bu layihədə iştirakçısı olacaq o kəslər ki, hansı ki artıq işləyir, amma yuxarı qalxmaq istəyir, menecer olmaq istəyir, karyeri qurmaq istəyir və ya artıq karyeri qurub, amma öz menecment xüsusiyyətlərini inkişaf elətdirmək istəyir və ya artıq inkişaf edib daha da ətraflı görmək istəyir məsələləri. Çünki bilirsiniz, menecer elə bir nüansdır ki, bu Temple Little Middle Managementdə bir ortada dayanan bir kəssən, səndən altda bir işçilər var, həm onlarla işləməyi öyrənməlisən. Səndən yuxarı bir rəhbərliyin var, həm də onunla işləməyi öyrənməlisən. Bu heç də rahat mərhələ deyil. Yəni o təcrübədən
keçməklə ancaq müəyyən hissəni əldə edirsən. Biz həyatın müəyyən hissəsi var, o başa gəlmə dövrü deyirəm. Yəni başın gedir daşa dəyər, başa düşürsən ki, bu səhv yoldur. Amma o haracansa yetişdirir bizi. Ondan yuxarı ondan çıxmaq olmur. Və o növbəti hissələrin yetişməsi üçün bir tədrisə, təlimə, bir mentora, bir ağsaqqala ehtiyacımız var. Hansı ki, bizə bir Lord dildə desə, atalıq eləsin, bir yol göstərsin, bir başa düşək ki, hara nə etməliyik. Çünki həyat heç də hər sifətini və lazım olan sifətini bizi başa düşdüyümüz dildə göstərmir. Və ona görə də o inkişaflı gəldiyi bir məqamda irişib qalırıq. Necə rəhbərlərlə bağlı, elə də zaten həmən o kəslər hansılar ki, inkişaf eləmək istəyir. Bu baxımdan bu təlimi biz formalaşdırdıq. İndi inşallah yəqin ki, fevral ayında başlayacaq. Bunu castinglərini keçirdəcəyik. Castinglərdə bayaq dediyim kimi indi mərhələlərin zaten üstündə işləyirik. Birinci mərhələ yəqin ki, bir daha doğrusu iştirak eləmək istəyənlərin bir qeydiyyatdan keçmə formasını qurarıq. Sizin də kanaldan istifadə edirik bu baxımdan. İzləyicilər də kimsə qoşulmaq istəsə şeylər. Təbii. Bizim bir suallar üzərindən bir görüşümüz də, bir bağlı görüşümüz də eləyərik. Oradan da bir baxarıq görək. Ola bilər ki, elə kadrlar çıxsın ki, onlar da biz o yönümü görə bilək. Və onun üzərindən bu seçimlər çərçivəsindən bu məsələni biz başlayacağıq. Seçimlər deyəndə bayaq da mən ifadəmdə dedim. Bizim üçün vacib olan bu 3 ünsürdür. O 3 tələbə olmasın, nətər deyirlər, o Shaolin məsələsindən bağlı. Çəkili qab, çatdı qab və dolu qab. Onlardan o tərəfədirlərsə, Allahın köməkliyi ilə, yəni kömək eləyək inşallah da onlar da inkişaf eləsin. Zaten mən elə özümü həyata gəlmə səbəbimi idrak inkişafında olanlara kömək eləməkdir ki, onlar daha tez inkişaf eləsinlər də görürəm. Ona görə də o idrak inkişafının xəttində olanlara kömək edəcəyik, narahat olmasınlar, nətər deyirlər. Bu növ formada indi inşallah başlayaq. İndi gələn qalanına Allahın iznidir. O prosesin içərisində daha digərlərini görə bilərik. İnşallah zaten Allah köməyin olsun. Bir də burada mən izləyicilərə də müraciət eləmək istəyirəm ki, bu videonun altındakı linkə daxil olaraq, yəni qeydiyyatdan keçə bilərsiniz və ilkin etapa yazıla bilərsiniz və sonrakı etaplarda artıq seçim mərhələsi birlikdə aparılacaqdır. Və nəticə seçilmiş şəxslər artıq məcburi qurtarına birbaşa iştirak edə bilərlər. Zat bir daha gəldiyinə, iştirak elədiyinə görə sənə təşəkkür edirəm. Çox sağ olun. Bir dəfə biz yəni bu seriyanın təbii ki davamı olacaqdır. Bir daha gözləyirik səni. Mən ümumiyyətlə birinci Kart Parka təşəkkür eləmək istəyirəm. Bizi bu gün şərait yaratdı. Çox sağ olsun həqiqətən. Görüşdük. Allah canları sağ eləsin, Allah işlərini uğur gətirsin, bizim qardaşlarımızdır. Sizə böyük təşəkkür edirəm, çünki mahiyyət olaraq artıq sən demiş TV seriala dönərmişik. İnşallah bunun cəmiyyətə bir xeyri olacağı yönümdən düşünürəm və belə deyək də bir həyatda kim olduğumuzu ağacdan, güldən, çiçəkdən nəticə tapmışıq. İndi o istiqamətdə də bir həyata bir xeyir vermək niyyətindəyik. Ona görə də belə bir şəraitin inkişaf etdirilməsi üçün gördüyünüz əziyyəti də halal eləyin, nətər deyirlər. Allah köməyimiz olsun. Halal olsun. Təşəkkür edirəm izləyicilərə, kim ki buna baxdı. Düşünürəm onlar üçün maraqlı oldu. Maraqlı deyilsə yazın. Ümumiyyətlə fikirlərini bildirsinlər, çünki həqiqətən maraqlıdır sizin fikirləriniz bizim üçün. Polemikalar xoşlayıram. Hardakı müzakirələr olur, hardakı insanlar fikir mübadiləsi aparır və orada inkişaf eləmək olur. Qısaca bir yön verərdim bizim gənclərə. Bugünkü əsas görüşümüz biraz gənclərə aiddir. Bu çox şey deyə bilərəm, amma bir şey deyəcəm. Tənqidlərə açıq olun. Tənqidlərə açıqlıq bizi inkişaf etdirir. Ancaq tənqidlərə düzgün baxışınız sizi həyatda yerinizi tutmağa kömək edəcək. Yəni mahiyyət etibarilə bu bir həll düşünürəm ki, bizi çox vaxt qabağa ata bilir. Mən bunu öz həyatımda yaşamışam və hətta inandırım sizi ki, mən rəhbərlərimə heç vaxt sual vermirdim, mən təriflə və ya mən nədə yaxşıyam. Mən sual verdim, nədə pisəm. Çünki o pisimi mən görə bilmirəm. Kənar görə bilirsə, nə xoş. Yəni ən azı mən görəcəm ki, hara qalxa bilərəm və onunla ancaq inkişaf edə biləcəm. Ona görə uğurlar, nətər deyərlər və inşallah ki, bizim gənclər də hansılar ki, bizə indi inşallah castingimizdən belə deyək də seçimimizdən keçə biləcəklər, təlimdə görüşənə qədər. İnşallah xeyirli uğurlu olsun. Sağ ol. Sağ ol. Sağ ol.